ki vurdu. Ama dövdü. Ama sen onu ilk günden götürsün belki o iş silemez. Belki de belli olmadı, belli oldu. Belli oldu. Yani o biraz çətin məsələ değil. Çətin məsələdir. Böyüyür. Ben bir verilişten birinde ekspertten de yalnız biri. Gedir gözle ki 25 yaşına 30 yaşına gelip çatı öz anasını aktarır, atasını aktarır. O da. O da biyoloji olmayanları. O böyüden atıya menezi təsir ediyor. Sonra gördüm ayol uşaq gidip analığını öldürüp de girip göğüme eyləmərəm. Bu gece uşaq benim kanımdı da. Bilirsən, meydi kızım deyiləm 6 aylıqdır. Belə eləyir baxır, uşa istəyirəm. Deyəm atanın quruna yeyib, uşa bilirəm. Bilirsən, dünənlə yoxsa bir şəkillərini paylaşmışam. Uşaqlıq şəkilim var, bibimlə çəkdirmişəm. Bilirəm, yaşayar mı? Kopyada kız elə bir çıxıb burnundan düşüb yerə. Deyirəm, ay Allah, mən yaxşı ki o, bilirsən, uşaq götürəndə biraz nakam qalırsan, hə? Ona görə də düz, bəlkə də düz edirsən, amma Allah güc verir. Uşaq götürdün, geri ölkədən çıxasın. Yo. Ölkədən çıxasın, yaxınlarla, ətrafla əlaqən kesilsin. Gedəsən, nə bilim. Belə şeylərdən tolik, mən də qorxdum, ona görə özümünkünü götürdüm də, yəni. Amma özünki belə ki, öz balondur da, yəni bacımın doğmandır. Ona görə orada mən də fərq görmürəm ki, bu mənə yaddır, nədir. Amma bir şey Deyirsən, yo, baba, indi Uşaq evindən götürəndə bilməsəm o atası kimi. Mənməzsin, indi bu nüansa bax. Öz övladın sənin sözündən çıxsaydı, belə təsir eləməzdi. Bir dənə şirlə vurarım. Ancaq, bu sənin vaqeyi yanaşır, sən təsir edir ki, o mən bunlar üçün yaşayıram, o mən bunlar üçün edirəm. Ay sağ ol.